Günün yekunu və sabah üçün gözlənilən proqram barədə məlumatı isə hazırda WUFON üçün keçirildiyi məkandan bizimlə birbaşa bağlantı olan müxbirimiz Nərmin Malik qızından öyrənəcək. Nərmin, buyurun. Salam, hər vaxtınız xeyir. Bakı Olimpiya Stadionunda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 3-cü günündə dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr urbanizasiya sahəsində ən aktual çağırışları müzakirə etdilər. Panel və sessiyalarda əsas diqqət təhlükəsiz şəhər mühiti, sosial inklüzivliyin əlçatanlığı, mənzil təminatı və iqlim dəyişikliklərinin şəhərlərə təsiri mövzularına yönəldi. Forum çərçivəsində xüsusilə post-münaqişə dövründə şəhərlərin bərpası və regional əməkdaşlıq məsələlərinə geniş müzakirə olundu. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi yenidən qurma layihələri də beynəlxalq iştirakçıların diqqət mərkəzinə çatdırıldı. Eyni zamanda ağıllı şəhər konsepsiyası, yaşıl nəqliyyat infrastrukturu, dayanıqlı urbanizasiya modelləri də bu forumda təqdim olundu. Bugün həmçinin müxtəlif ölkələrin şəhərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qardaşlaşma sazişləri və regional tərəfdaşlıq təşəbbüsləri də bağlı görüşlər keçirildi. Buna nümunə olaraq Şuşa və Trabzon arasında baş tutan anlaşma memorandumunu demək olar. Forumun Urban Expo zonasında isə innovativ şəhər texnologiyaları, rəqəmsal idarə etmə sistemləri, həmçinin ekoloji həllər nümayiş olundu. Sabahki proqrama keçiddə isə bildirmək istəyirəm ki, geniş və intensiv bir proqram olacaq. Gözlənilir ki, forum çərçivəsində mənzil maliyyələşdirilməsi, iqlimə davamlı şəhərlər, şəhər idarəçiliyinin innovativ yanaşmalar, gənclərin urbanizasiya prosesində rolu ilə bağlı yeni müzakirələr olacaq. Eyni zamanda müxtəlif beynəlxalq təşkilatların, hökumət nümayəndələrini və şəhər rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli dialoqlar da təşkil olunacaq. Sabah həmçinin Business and Innovation Hub platformasında şəhər texnologiyaları və dayanıqlı inkişaf həlləri ilə bağlı təqdimatlar da keçiriləcək. Forumun yekununa doğru isə Baku Call to Action sənədi ətrafında müzakirələr olacaq və burada müəyyən sənədin gələcək urbanizasiya siyasətinin istiqamətinə verə biləcək töhfələrdən danışılacaq. Mənim isə sizə çatdırmaq istədiklərim bugünlük bu qədər idi. Söz sizdədir. Təşəkkür edirik, Nərmin.